Azərbaycanda bəzi vətəndaşlar pensiyaların verilmə tarixi ilə bağlı narazılıq edir. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu sözügedən ödənişləri hər ayın əvvəlində verilməli olsa da, gecikmələr müşahidə olunur. Pensiyanın maaşdan fərqli olaraq əmək fəaliyyətinin nəticəsindən bağlı olmadığı xüsusilə vurğulanır. News 24 Global Infoya istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli bildirib ki, dünyada pensiyanın vahid verilmə tarixi yoxdur. Bu, hər bir ölkənin qanunvericiliyinə uyğun tənzimlənir. Məsələn, Amerika Birləşmiş Ştatlarında pensiya vətəndaşın doğum tarixinə görə verilir. Əgər şəxs ayın 10-na qədər dünyaya gəlibsə, ayın 2-ci çərşənbə günü 11-20 arası doğulubsa, 3-cü həftənin çərşənbə günü, doğum tarixi 21-31 aralığındadırsa, 4-cü həftənin 3-cü günü pensiya alır. Almaniya və İspaniyada pensiya ay sonu, Fransada isə əvvəli verilir. Fərqli təcrübələr mövcuddur. İqtisadçı onu da bildirib ki, Azərbaycanda pensiyalar adətən ayın ilk 10 gün ərzində verilir. Narazılıqların xüsusi səbəbi yoxdur. Onsuz da pensiyaçılar evdə otururlar, şikayət etmək üçün vaxtları çoxdur.